İlk növbədə qüvvəni proyeksiyaya ayırmaq lazımdır. Bucağa bitişik olan proyeksiyası olacaq f kosinus alfa. Digəri olacaq f sinus alfa. Sonra ağırlıq qüvvəsi var mj. Bir də dayağın reaksiya qüvvəsi var n. Sürtünmə qüvvəsinin düsturu necədir? F sürtünmə bərabərdir mü n. Mü sürtünmə əmsalı n də dayağın reaksiya qüvvəsi. İndi baxın. Bu cisim belə bir qüvvənin təsiri ilə dartılanda üfüqi müstəvidə hərəkət eləyəcək. Şaquli müstəvidə yox. Ona görə də bu iki qüvvənin cəmi buna bərabər olmalıdır ki, şaquli müstəvidə heç bir qüvvə qalmasın. F sinus alfa üstəgəl n bərabər mj. Buradan n'i tapırsınız. Mj minus f sinus alfa. Və aparıb qoyursunuz sürtünmə qüvvəsinin düsturunda yerinə. Mü vurulsun mj minus f sinus alfa.